Dostlar, hər vaxtınız xeyir olsun, gününüz xeyirli, uğurlu olsun. Demək dostlar, Toyota Prius 20 Kuza haqqında suallar verirlər. İndi çoxları deyəcək ki, başqa model maşındır, 20 Kuza haqqında danışır. İşim gərəyi başqa bir dostumuzun maşını sürürəm. Demək, Toyota Prius 20 Kuza haqqında çoxları suallar verirlər. İstədim ki, qısa bir video çəkim. Bir 2-3 dəqiqəlıq, uzağı 5 dəqiqəlıq olsun. Prius 20 Kuza'da soruşurlar, ilk öncəki pultun bataryakası qutaranda bəs deyirlər bunu şarj eləmək olur. Bəli, start-stop düyməsinin altında yer var idi. Mən çəkiliş eləmişəm bu barədə. Taxırsınız sonra özü başlayır zaryadka yığmağa. İndi çoxları fikirləşirkən nə qədər qalsa, o fərqi yoxdur. 1 saat, 2 saatda qalsa, dolandan sonra özü stabil, özünü saxlayır. Sonra belə deyək də, nə vaxt istəsəz çıxarda bilərsiniz. Sonra çoxları sual verir ki, bəs tormuzu basıram, tormuzu basanda motorxanadan isə vız 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 səs gəlir, belə cırıldayır səs. O nədir? Demək dostlar, ABS-dir. ABS belə deyək də, təzyiq saxlamayanda onun altında 2 dənə balon olur. O balonların birindən təzyiqi çölə fıskır. Onun səsi də belə səs gəlir. Əslində o ABS-in altında balonlar deyiləndə onun adı boosterdir. 2 dənə booster olur. O boosterin hansısa biri buraxır. Çox gümankardır, nikeldən olan biri buraxır. Onu təmir eləyirlər, amma təmir eləmək məsləhət deyil. Yaxşısı ABS alın, amma ABS alanda ustadan soruşun və zəmanət versin ki, bu təmir olunmamış ABS-dir. Yəni heç vaxt təmir edib onu soxuşdurmurlar sizə ki, sıfırdandır. Yəni nətər maşının üstündən çıxandır. Çox vaxt ustaların çoxsu alır onu, boosteri də ayrıca alır, təzədən onu təmir edir, düzəldir, satır kiməsə. Booster dəyişilməmiş və ya ABS təmir olmamış. Belə indi o gün də bir izləyicim mənə sual verir ki, qardaş, bəs istəyirəm maşın var, 20 Kuza alım, amma ABS problemlidir. ABS mən də indi orada yazdım, indi çoxları qulaq, çoxları oxudu, çoxları gördü. ABS təmirli problemli alırsınızsa, nəzərdə saxlayın ki, 900 manat, 800 manat, 1000 manat civarında bu ABS-in problemi olacaq nə vaxtsa. Ona uyğun da qiyməti alın maşını. Yəni aldım 14 minə, gəldi 2 gündən sonra ABS xərab oldu. Məsləhət bilmirəm. Sonra yenə sual verirlər ki, alıb bu maşını, 20 Kuzanı rayona aparıb sürmək məsləhətdir. Rayona, bu maşını hər yanda Azərbaycanı sürmək məsləhətdir. Yəni belə çıxmasın, dağda, kəsəkdə də özünü doğruldub, qarda, boranda da özünü doğrudub, asfaltda, şəhərdə də özünü doğrudub. Yəni bu 20 Kuzanın özünü doğrultmadığı söhbət yoxdur. İdeal və vəziyyətdədir. Amma prosto bir dənə əngamə var ki, siz rayona aldınız, apardınız bunu. Aldınız, apardığından sonra rayonda xərab olsa, nə zapçasını tapacaqsınız, nə ustasını tapacaqsınız. Yəni bunu da nəzərdə saxlayın. O da demək də elə 2 gündən bir nəyisə sınır. Olur da elə vaxt olur ki, inventor pompası dəyişsən, 3 həftədən sonra gənə xərab olur. Olur. Sonra Rolloy Kalankan soruşdular ki, Rolloy Kalankan zbor dəyişmək istəyir, neçədir? 150-180 manat arasıdır. Yəni ondan baha kimsə deyirsə, gedin Express servisə Xırdalanın qurğunda. Orada 150 manata dəyişsinlər, qoysunlar.